Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Baxırıq ki, bizə kvadratın daxilində müxtəlif A, B və fiqurlar verilir və bu fiqurlar müxtəlif yerlərdə yerləşir, hər kvadratda. Biz bu qanun uyğunluğu tapıb, sual işarəsinin yerinə olacaq fiqurda A-nın, B-nin və dairənin hansı xanada yerləşdiyini tapmağa çalışaq. Deməli, birinci fiqurda, kvadratda A birinci sətir, birinci sütunda yerləşir. İkinci fiqurda isə A saat əqrəbinin əksi istiqamətində bir dama irəli hərəkət edir, əksi istiqamətində. Və növbəti fiqurda görürük ki, bu irəliləmə saat əqrəbinin əksi istiqamətinə davam edir və sual işarəsinin yerinə olacaq fiqurda isə kvadratda A bir addım da saat əqrəbinin əksi istiqamətinə doğru hərəkət edərək üçüncü fiqurda B-nin yerləşdiyi xanada yerləşəcək və bu hissədə də A-nın yerləşdiyi yalnız D variantına uyğun gəlir. Digər xanaları silirik və D variantında B-nin və dairənin də düzgün yerləşməsinə baxaq. B-yə baxırıq. B birinci sətrin ikinci sütunundadır və saat əqrəb istiqamətində yerin dəyişib bir addım ikinci fiqurda. Amma diqqətlə fikir versək, üçüncü fiqurda yenidən yerinə qayıdıb. Yəni ki, B növbəti fiqurda bir addım aşağı və doğru gəlir və sonra bir addım yuxarı. Deməli, sual işarəsinin yerinə olacaq kvadratda da B bir addım, bir xana aşağı doğru hərəkət edəcək və ikinci sətir ikinci sütunda yerləşəcək. Gördüyümüz kimi B D variantında da düzgün yerdədir. Dairə isə gördüyümüz kimi növbəti fiqurda bir addım yuxarı və növbəti fiqurda bir xana aşağı. Yenə bir xana yuxarı, bir xana aşağı istiqamətini dəyişir. Sual işarəsinin yerinə də bir xana yuxarı doğru qalxacaq və birinci sıra birinci sütunda yerləşəcək və D variantında düzgün yerdə yerləşib. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.